Bölmə 4, dinləmə mətni 3. Xarı bülbül Azərbaycanın Qarabağ bölgəsində, xüsusilə də Şuşa dağlarında bitən nadir və qeyri-adi bir güldür. Bu gülün elmi adı Qafqaz qaş səhləvi olsa da, xalq arasında ona xarı bülbül deyilir. Adı onun həm bülbülə bənzəməsi, həm də tikanlı quruluşuna görə verilmişdir. Xar sözü tikan mənasını verir. Yəni, xarı bülbül tikanlı bülbül deməkdir. Xarı bülbül dünyada yalnız Qarabağda yetişir. Bu gül təkcə gözəlliyi ilə yox, həm də simvolik mənası ilə insanların qəlbində xüsusi yer tutur. O, zərifliyi, kövrəkliyi və vətənə bağlılığı ilə tanınır. Bu səbəbdən də xarı bülbül uzun illərdir ki, Qarabağın və Şuşanın rəmzinə çevrilmişdir. Xarı bülbüllə bağlı maraqlı rəvayətlər də xalq arasında geniş yayılmışdır. Onlardan biri Fətəli Şahla bağlıdır. Deyilənə görə Şah, Qarabağ xanı İbrahim Xəlil xanın qızı və həyat yoldaşı Ağabəyim ağa üçün bir bağ saldırır. Bağda Qarabağ torpağında bitən bütün ağac və güllər əkilir. Lakin onların içində yalnız xarı bülbül kök tutmur. Bu, Ağabəyim ağanın Şuşa üçün çəkdiyi həsrətin rəmzi kimi qəbul edilir. Xarı bülbül gülü sıradan bir çiçək deyil, Azərbaycan xalqının vətən sevgisinin, qürurunun və azadlıq arzularının canlı simvoludur.